Allah rəhmət etsin. Bəli, Zeynal qardaşımız 1995-ci ilin 31 mayında Şirvan şəhərində dünyaya göz açmışdır. Mübariz İsrailov adına 18 nömrəli tam orta məktəbdə orta təhsilini alan Zeynal qardaşımız həmçinin ali təhsil almış, təhsilini Dəniz Akademiyasında davam etmişdir. Zeynal qardaşımız 44 günlük vətən müharibəsində 27 sentyabr tarixindən Azərbaycan Silahlı Qüvvələrinin ordusunun Tütəyin adlı qüvvələrin kiçik üzrü olan Zeynal 44 günlük vətən müharibəsində müharibə başlanan gündən etibarən qəhrəmanlıqla xüsusi şücaət göstərmiş, torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdur. Zeynal qardaşımız digər şəhidlərimiz kimi şəhadətə ucaldıqdan sonra Cənab Prezidentimizin sərəncamı ilə bir sıra medal və ordenlərlə təltif olunmuşdur. Belə ki, vətən uğrunda igidliyə görə Xocavəndin, Kəlbəcərin, Şuşanın, Cəbrayılın, Füzulinin azad olunması uğrunda medalları ilə həmçinin 4 günlük vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərdiyinə görə 3-cü dərəcəli rəşadət ordeni ilə təltif olunmuşdur. Allahdan Zeynal qardaşımıza, bütün şəhidlərimizə rəhmət diləyirik. Şəhid ailələrinə səbr diləyirik. Qeyd edin ki, Zeynal qardaşımız ailəliydi və şəhid olduğundan 8 gün sonra öz adını daşıyan Zeynal adlı övladı, oğlu dünyaya gəldi. Allah Zeynal balamızı qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz şəhid ailələri, bugün bu tədbirin keçirilməsi, bundan öncə də şəhidlər xiyabanında ziyarət təşkil olundu. Bu kimi tədbirlərin keçirilməsi bir daha göstərir ki, həm ölkəmizdə, həm şəhərimizdə, ilk növbədə şəhər rəhbərliyi tərəfindən, idarə müəssisələr tərəfindən, şəhər sakinləri tərəfindən şəhidlərimizin xatirəsi uca tutulur, ehtiramla yad olunur. Şəhid ailələrində xüsusi diqqət və qayğı göstərilir. Və bu təbii ki, bu bizim hər birimizin müqəddəs borcumuzdur. Hər zaman, həmişə də bu formada davam edəcək. Elə tədbirimizin bu yerində bilirəm, şəhidlər xiyabanında çıxışlar olur. Amma burada da anım tədbirində isə qısa da olsa çıxışlara yer ayırmalıyıq. Tədbirimizin bu yerində Şirvan şəhər icra hakimiyyəti, şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdürü Elmi müəllimə söz verir. Sağ olun arkadaşlar. Hörmətli şəhid ataları, şəhid anaları, hörmətli qonaqlar, bugün Aytaç xanımla qeyd edək ki, şəhid Zeynal doğum günü münasibətilə qurulmuş şəhidlər xiyabanında fərqli çıxışlar oldu. Bir də şəhidimizin vuruşları eləsin, ailəsinə səbr etsin, bu şəhid ailələri. Mən gələcək evdə öz təşəkkürümü təzisinin təşkili ilə bağlı. Aytaç xanımla bilirsiniz, əynatıdan sonra ilk tədbirimizdir burada. İşində uğurlar arzulayırıq, elə hamımızın və zəhmətkeş xanımdır, çalışqan insandır, Gəncə evimizin nümayəndələri hər zaman bizim şəhid ailələrinin xidmətində dayanırlar, şəhərimizin birlikdə. Uğurlar arzulayıram, Allah şəhidlərimizi qurşad eləsin. Sağ olun. Sağ olun, təşəkkür ederim. Çox sağ olun. Tədbirimizin gelişində qeyd edeyim ki, kim söz demək istəyirsə, kim çıxış eləmək istəyirsə, buyurub çıxış eləyə bilər. Biz sözü verən şəhid ailələrdən, həmçə kimi şəhid ataları, şəhid anaları, kim çıxış eləmək istəyir, kim söz demək istəyirsə, buyursun.
Əziz tədbir iştirakçılar, çıxışları dinləyək, zəhmət olmasa çıxışları dinləyək, biraz sakitçilik yaradaq. Ben söylüyorum, teşekkür ederim. Allah şehitlerine rahmet eylesin. Gazilerimize şefa versin. Arkasından da buraya müdür kayınlığı almasını tebrik ederim. Bir şehit olan, şehit olanlarında tebrik ederim. Bunun da sağlığı ederim. Bunun da böyle bir sağlığı şehit olanlar, Allah razı olsun. Çıkarılıyorsun, hemşehrin yanımızda. Gençler merkezinde hemşehrin şehir valiliğinin ruhunda. Allah onları mutlu etsin, çok sağlık eylesin. Hemşehrin yanımızda. Çok sağ olun, çok sağ olun. Allah rahmet eylesin. Teşekkür ederim. Çox sağ olun. Analarımızdan mən xüsusi çağırmıram ki, çıxış eləmək istəyirsə buyursun. Bütün şehitlerin, bütün şehitlerin ne kadar şehit evlatlarının yoluna giden, Sırnabat'tan bile, Gebze'den bile, Mine'den bile, Bakı'dan bile ne kadar onun iş yoldaşları var. Ben bu yolu gezesem de gezemem. Ben bu günlerin diyorlar sene bile gezdim. Bu şanslıdır. Mevludun mübarek olsun. Ama sene kurban olasın. Bir bavul sene çok böyle mutlu sevindiren evlatlardan verdi. Şelaleni, anın kardeşimi, dedeni, babamı, neden neticemi kurtarmaz. Son sağlığı bilmeyene, ana cimgeni arzulayın, şelaleni ve sağlıklarını. Bütün şehit atalarını, analarına çok teşekkür ederim. Kızım çok sağ olun. Elə bir ki, mən Zeynal Özgür lazım, bazı işi göstərsəm, sizə də təşəkkür ederim. Kimin əziyyəti var, hamınıza təşəkkür edirəm ki, anlatın, çox sağ olun. Tədbirimizdə Şimal şəhərinin şəhid ailələrindən əlavə qonaqlarımız da var. Biz istəyirik ki, qonaqlarımıza söz verək. Bakı şəhərindən şəhid atası iştirak edir tədbirimizdə. Buyurun. Çıxış üçün sizə söz verək. Göstermek isterdim ki hemen bizim çocuklarımız Zeynal nasıl şehit, nasıl dövüşçü, nasıl kahraman, torpaklarımızın azadlığı uğrunda canından geçen bir bilmez evlattır.
bütün şəhid valideynləri, mərd və oğulların babası qəhrəman ata-analardır. Ya şəhidlər xiyabanında bizim bir xanım vardı, bir an gördüm, bugün mən o dedim. Güzel bir söyledi. Siz şəhid anaları, ataları, xoşbəxt şəhid anaları, ataları içində bir olmaq şərtilə, mən də olmalıyım. Elə şəhidimiz var ki, bugünkü günəcən onun nəşi tapılmıyor. Nəşi tapılmıyor. O ataların, anaların gözləri yoldadır. Öz evlatlarını gözləyirlər ki, haçansa qapı açılacaq, o evladı çevirecək. Ya haçansa qapı verilecək, dövlət rəsmləri gələcəklər ki, oğlunuzu tapmışıq, gəlin birlikdə həmin evladımıza sahib çıxan oğlunuzu dəfn edin. Mən bütün şəhid valideynlərini hamımıza səbir diləyirəm. Bu gördüyünüz oğul, mənim evimdə çox olub, Həmdağa ilə bir yerdə işləyib, Həmdağa onun komandiri olub. Həmdağa müharibənin 2-ci günündə şəhid olub. Sentyabr ayının 28-də. Sağ olsun bizim Zeynal kimi oğullarımız, şəhidlərimiz, yəni tek Zeynal deyil, bütün bizim Azərbaycanda, bütün rayonlarda bizim şəhid balalarımız var. Onlar o müharibənin ilk 5-ci, 10-cu, 15-ci, 20-ci günlərində şəhid olan evlatlarımızın qanını yerdə qoymadılar. Onlar erməniləri məhv edilər, onların qanını aldılar. Allah Teala bizim canı şəhidlərimizin ruhunu şad eləsin. Gəldirəm, Kərbəla şəhidləri ilə məşhur. Şəhidlik böyük sözdür, böyük zirvədir. Mən hərdən utanıram o sözü, utanmaq nə mənada? Elə bir ağır sözdür ki, onu hərdən dilə gətirmək çətindir. Bir de görürsen elə bir insan o sözü işledi, o həlim sən layiqsiz bir yerdə. Ağır sözdür ve şəhidlik çox ağır sözdür. Onu hər yerdə dilə gətirmək olmur. Amma biz fəxr edirik ki, biz şəhid valideynik, şəhid atasıyıq, şəhid anasıyıq. Bu bizə qismət olur, böyük bir şeydir. Mən gəldim orada kimi dedim, İmam Hüseyin məktəbi çox böyük məktəbdir. Bizim oğullar torpaq deyə, Əli deyə, Hüseyin Həsən deyə, Ələkbər deyə, düşmənin üzərinə edirlər, torpaqlarımızı azad edirlər. Var olsun belə oğullarımız, belə analarımız, atalarımız ki, bu cür oğullar yetişdiriblər. Mən Şahlara xanıma, alim qardaşımıza teşekkür, minnətdarlıq edirəm ki, dünyayı belə evlat getiriblər, belə evlat tərbiyə ediblər. Zeynab çox tərbiyəli, əxlaqlı oğul idi. Mənim o ilə münasibətlərində, ata-bala münasibətimiz indi mənəvi cəhətlərdə, yəni o bioloji atası-anası var. Bizə tez-tez gələrdi, oturardılar, çay, çörək yerdilər. Bir böyük kimi deyərdim ki, siz bu vətənin evlatlarısınız, vətəni sizlər verirsiniz. Siz bu vətən qarşısında and içirsiniz ki, dövlət, torpaq, vətən ağır gündə biz öz canımızdan, qanımızdan bu dövlət kimi keçməliyik. Bir daha mən hamınızı bağrıma basıram. Bütün Şirvan əhlini, bütün şəhid valideyni, nəinki Şirvanı, bütün Azərbaycan Respublikasının tərkibində olan rayonların, şəhid valideynlərinin, analarının, atalarına hamısını təşəkkür edirəm, bağrıma basıram. Deyirəm, var olun, yaşayın ki, övladınızı da yaşadasın. Siz olmasın, heç kim sizin övladınızı yaşadın. Biz unutqan millətik. Bax, bunu mən deyirəm, həmişə demişəm çıxışlarımızda. Biz unutqan millətik, görürsünüz, ölkəmiz nə qədər çalışır, vuruşur. 6 il ərzində dövlətimizdə, respublikamızda 2 dənə möhtəbər tədbir keçirilir. Covid-19, bu yaxınlarda Ümumi Dünya Şəhid Salma Forumu. Bu elə belə deyil, bu bizim şəhidlərimizin qəhrəmanlığının nəticəsidir. Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın 44 günlük müharibədə öz torpaqlarını azad eləməyi buna nümunə oldu. Onlar bizim xalqımıza, dövlətimizə etimad göstərdilər. Gördülər ki, Azərbaycan xalqı necə xalqdır, ona etibar eləmək olar. Həmin bu böyük dünya miqyaslı forumları bizim ölkəmizdə keçirdilər. Bu bizim şəhidlərimizin qəhrəmanlığı, şücaəti, bizim baş qurtarımızdır. Ona görə biz həmişə onların qarşısında baş əyməliyiz. Onlar bizim
o başımızdan gelen papağımızı yerden götürüp başımıza koydu. Bak, bunlar belə olurlar. Yani Zeynal'ın timsalında Fəridlərimiz, Hüseynlərimiz, Əhmədlərimiz, Ərlərimiz, başqaları. Mən yəni arzu edirəm bizim şəhid atalarımın, analarımın. Şəhid valideyni kimi həmişə başı ucu olun, həmişə övladlarımızla fəxr edin. Yəni biz böyük asablar kimi mən sizə yani öz ürəyindən gələn sözlər biraz dövlətimiz sağ olsun, prezidentimiz sağ olsun. Mən yenə də Şirvanşəhər İcra Hakimiyyətinin nümayəndəsinə və icra başçılarına öz təşəkkürümü bildirəm. Evin məsələsilər evin müdiriyyətinə. Ama gözəl tədbirdə burada biz birbirimizi tanıyırıq. Birbirimizi tanıyırıq. Bir aile olmuşuz. 6 yıl bundan qabaq kim tanıyırdı birbirini? Heç kim. İndi bir aile olmuşuz, bir yerde olmuşuz, bir yerde yaşıyoruz, bir salamlaşırıq, görüşürük, kehrahat tutuyoruz. Bu ne demek? Bu bizim birliğimiz demektir. Yani bu birlik olanda xalq, dövlət də bir olacaq. Bak ben bunu arzu edirəm. Allah dövlətimizi korusun, Allah ölkəmizin başçısını korusun, Allah bizim Şirvan şəhidlə hakimiyyətinin başçısını korusun. Yani dövlət bizim yanımızdır. Yani o yoldaş Emin müəllim oldu da. 4 sene Emin müəllim bizim yanımızda olmalıdır. Ne demek yani dövlət bizim yanımızdadır, bizim arkamızdadır. Bir daha ben size teşekkür ederim. Çok sağ olun, var olun. Həmişə belə olun. Gözəl əralar gözələmişlər. Sağ olun. Teşekkür ederim. Sizə də minnətdarım. Çox sağ olun. Çok çoktu. İstəyirəm onu deyəm, o yadımdan çıxır. İstəyirəm onu deyəm, bu yadımdan çıxır. Elə şeyler var, adam demək də olmur da, yani yeri deyil. Ama yani güzel tədbirimizdir, güzel balalarımızın. Ne ki Zeynal'ın? Bütün burada əyləşən, öldürülmüşlər. Oğul dağı ağır yüktür. Onu çekmek her ataya, her anaya kısmet olmuyor. Ağır yüktür. Allah Teala bizleri bir daha evlat ağrısından, evlat etkisinden imtihan eləməsin. Sağ olun. Çok sağ olun. Çok teşekkür ederim. Çıxış üçün söz verək jurnalist, şairə Həmidə xanım Fazıl qızına. Salam sevgili iştirakçıları, ilk olarak söz verdiğine göre Yasir'in direktörü Ateş Hanım'a teşekkür ediyorum. Şehit aileleri, aile kardeşimize, bir zamanda şelale anamıza Allah'tan sözler özür dilerim. Bugün bizim kahraman şehidimiz, dediğimiz kahraman dövüşçüsü şehidimiz Zeynal Zülfüqarlı'nın mövcudu günler burada gençler evde yaşamışlar. Ve Zeynal Zülfüqarlı halkımızın kahraman övladlarından biridir. Derdim ki ailece biz daha yakın, daha normal olduğumuza göre Zeynal Zülfüqarlı'nın hatresi benim için daha əzizdir, daha önemlidir. İgidliyin, hünərin, qəhrəmanlığın yol yoldaşı, hünərin, dastanın demək olar ki, davamçısı olan Zeynal Zülfüqarlı yaşasaydı, bugün onun may ayının 31'inde Zeynal Zülfüqarlı 31 yaşlı olacaqdı. Bu rəqəmlərin üst-üstə gəlməyi özü də təsadüf deyil. 31 yaş və eyni zamanda 31 may tarihi. Allah tərəfindən seçilmiş bəndələrinə həvalə olunan bu şəhid adı yüksək qatlara, uca qatlara malik olan müqəddəs qatlardandır. Şəhidlər bizim baş tacımızdır, eyni zamanda şəhidlər bizim yerimizdir. Müqəddəs məkanımız olan Şirvan Şəhidlər Xiyabanıdır. Bizim şəhidlərimizin uyuduğu məkanda bugünkü gündə biz Zeynal Zülfüqarlı'nın valideynləri, eyni zamanda Şirvan şəhidlərinin anaları, doğmaları ilə valideynləri birlikdə o müqəddəs məkanda Zeynal Zülfüqarlı'nın bu güzel gününde ama təəssüflə deyərdim ki,
Nəzərə baş qoyduğu müqəddəs xiyabanda biz onun yeni yaşını qeyd etdik. Alim qardaşımız, eyni zamanda Şəlalə bacımız bugünkü gündə dünyalı günləri xatırladı. Şəhid valideynləri, digər rayonlardan gələn şəhid valideynləri Cihanın yaşının işini bugünkü gündə yenə də şəhid xatirəsini əziz tutan bütün tədbir iştirakçılarına Şəlalə ana adından, Şəlalə bacımız adından təşəkkürümüzü bildirik və bütün şəhid valideynləri sən bütün şəhidlərimizə isə Allahdan rəhmət edirəm. Allah rəhmət edirəm. Çox xahiş edirik sizdən. Və çıxış üçün söz verək, Zeynalımızın nənəsinə həm də Zeynal haqqında bir şeir yazıb. Buyurun. Torpaqlarımız onların qanı ilə yoğruldu. Bugünkü gündə biz necə ağzımızı açıb söhbət eləyərik. Bugünkü gün insandır, bu insandır. Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin. O şəhidlərin ki, məzarı yoxdur. O şəhidlərin ki, bir suyu da tapılmayıb. O analara Allah səbir versin. O atalara Allah səbir versin. Və tezliklə onların da məzarı tapılsın. Hamınıza çox sağ olun deyirəm, gəldiyinizə görə var olasınız. Bütün şəhidlərimizin ruhuna salam və salam olsun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin iyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîme. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul Allahu ehad. Allahu samed. Len yelid ve lem yulad. Ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala bir Allah şu zamandır. Allah bir de Azerbaycan'a şehit vermeyi nasip eylemesin. Biz bunları yaddan çıkartmayalım. Çok xahiş ederim sizden. Bir tane size anamdan, babamdan, ulu nenelerimden, babalarımdan kalmış bir şeyi tekrar edeyim. Molla oturur mecliste, elim belə koyur, başlayır danışmağa. Ya kadın mollası olsun, ya kişi mollası olsun, kalıcı danışmıyor. Elhamdülillah böyle Allah'dır da, eller birleşmeli. Bu parmak da buna birleşir. Biz dedikçe Allah'ta daha yakın eləməliyik yüzümüzə. Ağzımızdan çıxan ora deyib yüzümüzə qayıdır. O dualar, o çok xeyirlidir insanlara. Ama ellerini belə koyarlar, deyirlər, adam xəcələt çəkir ki, bu ciddiyini adamlar olmaz axı. Gerek bir şey için çıkanda onu okuyasan ki, səhv eləməyəsin. Məni kimi adamlar, kimsə uşaqlar səhv tutmasın. Qurban olaram sizə, gələn ayaqlarınız var olsun. Çok sağ olun ki geldiniz, Allah köməyiniz olsun. O oğul geldi, mən düzümdən öptü. Nene kimi benim. Sana kurban olaram ayol. Bir sözler hal hoşum. Ne yedirse Allah insan gibi razı. Sağ olun. Var olun şu zaman. Başka çıxış eləmək istəyən varmı? Şəhid ailələri. Buyurun. Kim çıxış eləmək istəyirsə, əskər yoldaşını söyləyir. Kim uşaq gəldi. Geçti geldi. Geldi getirecek inşallah. Əvvəla buradan bütün şəhid analarını salamlayıram və onların atalarını salamlayıram və onların hamısının qarşısında baş əyirəm. Mən şəhid haqqında, Zeynal haqqında yazdığım şeiri bütün şəhid evlatlara nəsr eləmişəm. Zeynalın timsalında, yəni bütün şəhid evlatlara nəsr eləmişəm.
Əbədi köç etdin torpaq boyuna, tarixə qovuşdun, qəhrəman şəhid. Vətənin hər dərdin çəkdim boynuna, qovuşdun tarixə, qəhrəman şəhid. Arzusu göylərə, yerə sığmayan, nağıla, dastana, şeirə sığmayan, çölün xəzinəsi, vara sığmayan, qovuşdun tarixə, qəhrəman şəhid. Atıldın meydana, sən gözü qara, baxmadın soyuğa, tufana, qara. De, niyə tələsdin, ay oğul, hara, qovuşdun tarixə, qəhrəman şəhid. Torpaq müqəddəsdir, andını içdin, düşmənin boynunu zəmi tək biçdin. Vətən eşqi ilə canından keçdin, qovuşdun tarixə, qəhrəman şəhid. İgidlik uğruna tarix yazdınız, ömürlük düşmənə məzar qazdınız. Düşmən davasını şəslə qoydunuz, qovuşdun tarixə, qəhrəman şəhid. Ananın qəlbinə intizar hopdu, atanın ciyəri xəstəlik tapdı. Bacılar, qardaşlar dünyadan qoydu, qovuşdun tarixə, qəhrəman şəhid. Aləm bu dərdinə matəm saxladı, o igid boynuna ellər ağladı. Anan da, atan da könül dağladı, qovuşdun tarixə, qəhrəman şəhid. Yarımçıq dayanır eşq nişanəsi, könüllər dağlayır yarın naləsi. Üzünü görmədi ciyər parəsi, qovuşdun tarixə, qəhrəman şəhid. Vətən üçün canından keçdi oğullar, deməyin dünyadan köçdü oğullar. Düşməni cəmi tək biçdi oğullar, qovuşdun tarixə, qəhrəman şəhid. Məqamın ucadır, uca göylərdə, daim yaşayacaq şəhid qəlblərdə. Qurumaz qanınız bax bu yerlərdə, qovuşdun tarixə, qəhrəman şəhid. Şəlalə, mətin ol, ey gözəl bacı. Zeynal ölməmişdir, Zeynal yaşayır. Bu tək sənin deyil, elin adısı, elin balasıdır, qəhrəman şəhid. Sağ ol, təşəkkür edirəm. Biraz həyəcanlandım, ama Gəl, çıxar. Həqiqətən Zeynal evdən yox, eldən gedən bir uşaq idi. Zeynalı mən lap balaca vaxtından əlimizdə böyüyən uşaq idi. Onun elə şəhid olmağı düzdür. Hər necə deyim, oğlu böyümüşlər, vətən üçün böyümüşlər, özümüz üçün böyümür. Vətən yolunda şəhid olmağı hamımız üçün baş ucalıydı Zeynal. Amma Zeynalın ölümü hamımızın istəməsidir. Bu tək şəlalənin yox, bütün qonşuların balasıydı, bütün elimizin balasıydı. Eləcə də sizin balalarınız, hamımızın qarşısında bir daha baş əyirəm, hamınıza səbir edirəm Allah'tan. Təqdirimizdə sorumuza çıxışdı kimi Zeynal qardaşımız döyüş yoldaşımızda Ben Mustafa Zeynal'ın mesleği başlamışam. 2015 yılında ben ünlü zamandan hakikaten bana vermişti ki ben her bir Daha biraz möhkəm danış. hizmet edeceğim ve arzularımı yerine getireceğim. Ve o arzuları yerine getirdi. Arzular yerine getirdi ve hizmete qayıtdı. Gəldi, təmsil oldu, evə daxil oldu. Dedi mənə ki, müəllim ol, mən xidmət etmək istəyirəm. Dedim, xidmət edirsən, albaşı olan bilirsən. Ailəmsinə xidmət elədik, gəldik, təxsis oldu, gəldik, evimizə döndük və hasib mən Zeynal'la bir yerdə xidmət eləmişik. 2015-ci ildə 827 nömrəli hadisində xidmət etmişik. Və ondan sonra o getdi kursa, Zeynal getdi kursa, kursa daxil oldu. Dedi ki, mən torpaqlar uğrunda şəhid olmağı sevirəm.
və şəhid oldu. Mən onun xəbərini belə deyim də müharibədən sonra eşitdim. Çox pis oldu. Zeynalın şəhid olmağını. Zeynal yaxşı insan idi, yaxşı qardaş idi. Qardaş kimi qardaş, sirdaş kimi sirdaş. Anamda biraz söylədim ki, Zeynal'la yukarıdan bir yerdə bilmək eləmişəm. Bir yerdə çörək çəkmişik ona. Mənim evimdə olur. Bir yerdə çörək yemişik. Məclis gələndə gəldim. Dedim ki, ne olsa bizə çörək. Dedi gedək. Və getdik çörək yedik. Hər bir hükümətdən qayıtdıq. Və sonra gəldik Qarımın ailəsini yapdık. Ailəsiyle bir yerde çörək çəkmişik. Çok mehriban olduğuna göre, çok daha genç olduğuna göre. Kalan da gördüm ya. Təkdə orada deyil, həkimlikdə, və mənim ailəmdə mənim ailəm də gələcəkdir. Və əmin rəhmətə getdiyimə görə sizin səbəblərdən görə iştirak edəməm. Dedim, mən dedim, nətər var getməliyim. Çünki nətər deyim, qardaş olayım. Qardaş olayım. Sağ ol, o da kömək olsun. Allah verdiğiniz ehsanı kıyafet eder. Gönderme dediği şehir atasının bir parça birisi olmamız gerekiyor. Amin. Allahümme Cem şahitlerin bir Rahmanallah'ın kararısının mübareketi. Allahümme sallallahu Allahümme sallallahu Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. İyyâke na'budu ve iyyâke nestaîn. Bismillahirrahmanirrahim. Allah rızanı çağırır.